Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün yeni abituriyent kurslarının 6-cı sınağının izahatını verəcəyik. Suallarımıza keçid edək. Deməli, burada qeyd edirik ki, Eldənizə dövlətinin mövcudluğu Eldənizə dövlətin hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Qızıl Arslanın hakimiyyət illəri olub 1186-dan 1191-ci ilə qədər hakimiyyəti olub. Dövlətin ilk sultanı hesab olunması düzdür. 2 dəfə sultan titulunu qəbul edib. Dövlətin siyasi vəziyyətini daha da möhkəmləndirilməsi doğrudur. Təbriz şəhərinin Ağsunqurlərdən geri alınması yanlış cavabımız budur. Bu çünki Məhəmməd Cahan Pəhləvanın dövründə baş verən hadisədir. Şirvanşahlar dövlətinin asılı salınması mövcud olmuşdur. Məsələn, Şirvana hücum edib, Ağstiyani asılı vəziyyətə salıb, İraq Səlcuq sultanlığını məğlub edilməsi 1190-cı ilə aiddir. Digər sualımızda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Böyük coğrafi kəşflər dövrü İspaniya. Ümid bürünümünü kəşf edən Portuqallarda Aztek və İnkləri məğlubiyyətə uğradıb, düzdür, onların dövlətlərini ələ keçirib. Çin və Yaponiya sahillərinə gedib çatması yanlışdır. Portuqaliyaya aid ilk dünya səyahətini ələ keçirməsi Fernando Magellan İspaniyadır. Cənub Braziliyanı ələ keçirmişdi, bəli. Braziliya Portuqaliyaya aiddir. Hörmüz limanında o vaxt Şah İsmail'dən əslində silah verməli idi və silah söhbət bəhanəsi ilə Hörmüz limanı ələ keçirmişdi. Bu da doğrudur. Deməli, 1-də B olmalıdır, 2-də BC. Doğru cavabımız C variantında göstərilib. Növbəti sualda qeyd edir ki, Fransanın cənub-qərb hissəsinin İngiltərədən işğaldan azad olunmasına şərait yaratdı. Orlean dönüşü bu müharibədən sonradır. Deməli, 100 illik müharibə dövründə baş verən hadisədir. Wilhelmin Hastings döyüşündə ingilislərin məğlub edilməsi də yanlışdır. Bunun heç bir təsiri yoxdur. Burada Tuluza qraflığının Fransaya birləşdirməsi ilə, 13-cü yüzillikdə Tuluzanın birləşməsi ilə İngiltərə, deməli, cənub-qərb hissəsinin İngiltərə işğalından azad olmasına şərait yaratdı. Çünki Akvitano və Tuluzanın işğaldan azad olması 13-cü yüzilliyə aiddir. Növbəti sualda qeyd edilir ki, Delhi Sultanlığına aid olan sxemdə verilmiş ümumi cəhətləri müəyyən edin. Şirvanşahlar dövləti Hülakilər və Qızıl Ordu ilə ortaq cəhət. Cəlalilər dövlətinin yürüşdən məruz qalıb. Bunu Delhi Sultanlığına aid götürmək olmaz. Xarızmşahlarla diplomatik əlaqələrin yaradılması. Şirvanşahlarla xarızmşahların diplomatik əlaqələrinin yaradılması. Bunu götürə bilərik, deyək ki, məsələn, deyək ki, Şirvana hücum edir, diplomatik əlaqə yaradır. 15-ci əsrdə hakimiyyətdə yeni sülalənin gəlməsi. 15-ci əsrdə Şirvanşahlarda yeni sülalə gəlməyib, sonuncu Dərbəndilər sülələsidir. Dehlidə də mövcud deyil. Sonra növbəti Hülakilərlə bağlı 13-cü əsrdə meydana gəlməsi, bəli, Delhi Sultanlığı da 1206-da, Hülakilər 1258-də yarandığı üçün A doğrudur. Monqol yürüşləri nəticəsində yaranması, bunu Delhi Sultanlığına aid götürmək olmaz. Ümumi cəhət deyil, ona görə B yanlışdır. Teymurlərin hərbi yürüşlərinə məruz qalması. Həm Hülakilər, həm də deməli Hülakilər məruz qalmayıb, amma yəni Teymurlərin yürüşünə məruz qalıb Delhi Sultanlığına. Ümumi cəhət deyil, ona görə bir variant qalır. Qızıl Ordu ilə bağlı 16-cı əsrin 1-ci rübündə süqut edib. Bəli, Delhi Sultanlığı 1526-cı ildə, Qızıl Ordu isə 1502-ci ildə süqut elədiyi üçün 16-cı əsrin 1-ci rübünə düşür. Daha doğrusu Delhi Sultanlığına aid deyil bu. Delhi 1526-da olduğuna görə düşmür bu. Yəni, bunu Qızıl Orduya aid etmək olar. Teymurlərin yürüşdə məruz qalması, Dehlidə məruz qalıb, Qızıl Orduda ikisində ortaq cəhətdir. Moskva knyazlığı ilə mübarizənin aparılması isə Delhi Sultanlığına aid deyil, bu Qızıl Orduya aiddir. Deməli, burada qalır 1-də B, 2-də A, 3-də B. 1-də B, 2-də A, 3-də B, doğru cavabımız D variantında göstərilmişdir. Növbəti suala 35-ci suala baxsaq, 35-ci sualda qeyd edilir ki, mətnə əsasən 1-ci abzasda haqqında danışılan şəxsin, 2-ci abzasda danışılan şəxsin xüsusiyyətlərindən fərqli olan xüsusiyyətləri müəyyən edin. Bir müddət Teymurlər dövlətinin asılı olsa da müstəqil xarici siyasət yürütmüş, Şirvanşahlar dövləti ilə gərginliyi aradan qaldırmışdı. Əcəm İraqını, İsfahan və Qum şəhərlərini ələ keçirib. Bu təbii ki, Cahanşaha aiddir. Cahanşah. Deməli, 2-ci Ərdəbil hakimliyi ilə Nigah diplomatiyası vasitəsilə qohum olmuş. Dövlətin ərazisi İraq, Şərqi Anadolu, Şərqi Gürcistana qədər daxil olmuşdu. Ərəbil hakimləri ilə birlikdə Teymuri hökmdarını məğlubiyyətə uğratmışdı. Bu Əbu Səidi məğlub edən Uzun Həsəndir. Burada da Həsən padşaha aid olan xüsusiyyətlərdir. İndi burada deyir ki, burada
Mətndə birinci abzasda danışılan şəxsin ikinci abzasda danışılan tarixi şəxslərdən fərqli xüsusiyyətləri müəyyən edin. Yəni birincidən ikincidən hansı fərqli xüsusiyyətlərinə aiddir? Yeni dövlətin əsasının qoyulması birinci abzasda danışılan şəxsin ikincidən fərqli cəhətlərini deyir. Yeni dövlətin əsasını Uzun Həsən qoyub. Bu deməli Cahanşah deyil. Ərdəbil hakimliyi ilə mübarizə aparması. Bəli, Cahanşah mübarizə aparmışdır. 2-ni götürürük. Teymurlərə qalib gələ bilməmişdir. Teymurlərə qalib gələ bilməmişdir. Əslində qalib gəlmişdir. Bu yanlışdır. Şirvanşahlar dövləti ilə müttəfiq olmuşdur. Şirvanşahlar dövləti Teymurlərə qalib gəlib. Məsələn, Cahanşah, Həsən Padşah da qalib gəlmişdi. Eyni zamanda Cahanşah da Əbu Səid üzərinə qələbə qazanıb. Bu doğrudur. Şirvanşahlar dövləti ilə müttəfiq olmuşdur. Hakimiyyətinə qarşı qiyam baş vermişdir. Hakimiyyətinə qarşı qiyam baş verməsi ortaq cəhətdir. Deməli, bu ola bilməz. Burada Şirvanşahlar dövləti ilə müttəfiq olması. Həsən Padşahın Şirvanşahlarla elə bir müttəfiqliyi. Əslində, bunu da götürmək olar. 2 götürmək olar. Burada ümumiyyətlə səhv variantlar 1, 3, 5 yanlış cavabdır. 1, 5, 3 yanlışdır. Burada yalnız 2 və yaxud 2 ilə 4. Burada bir cəhət var ki, yalnız 2 Ərdəbil hakimliyi ilə mübarizə aparmışdır. Şirvanşahlarla müttəfiq bu Cahanşaha aiddir. Lakin Həsən Padşah da, yəni elə deyir, məncə müttəfiqliyi Həsən Padşaha da aid götürmək olar. Çünki Həsən Padşahın dövründə elə bir Şirvanşahlarla nəsə bir nöqsanlı hadisə olmayıb. Ona görə də burada B variantı daha uyğun olar. B variantını daha uyğun götürmək olar. Çünki məsələn Həsən Padşah özü Şirvanşahlarla deməli burada dövləti ilə müttəfiq olmuşdur deyir. Müttəfiq olmuşdur. Bu ortaq cəhət olduğuna görə daha doğrusu götürmürük. Yəni hər ikisində müttəfiqlik olub. Ona görə də 4-ü götürmürük. Yalnız 2 qalır. Yəni A variantı uyğun olur. Növbəti sualda baxırıq. Uyğun bəndi müəyyən edin. 16-cı əsrdə kral reformasiyasında Anglikan kilsəsi yaranmışdı. 17-ci əsrdə vətəndaş müharibəsi baş vermişdi. 1642-46 Kral Anglikan kilsəsi məlum məsələdir. Bu İngiltərəyə aiddir. İngiltərədə bir rəqəmi göstərmiş ərazidədir. Burada da A variantında göstərilib. Növbəti sualda qeyd edilir ki, 2-ci Abbasın hakimiyyət illərinə aiddir. Avropada mətbəə avadanlıq gətirməsinə təşəbbüs göstərib. Doğrudur. Ordubadda örtülü bazarın inşa olunması 17-ci əsrə aiddir, lakin onun dövrünə aid götürməyəcəyik. Yəqin ki, Ordubadda örtülü bazarın inşa olunması bu 17-ci əsrə aiddir. Kələxana kəndində məqbərə 1663 olduğuna görə onun dövrünə düşür. Gəncəci Şah Abbas məscidi 1-ci Şah Abbasın dövrünədir. Bu yanlışdır. Məhəmməd Tahir Vahidin tarixçi olması, baş tarixçi olması düzdür. Deməli elə B variantı uyğun gəldi. 38-ci sualda cədvəldə hansı hadisələrin yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Dünyanın ilk imperiyası Akkaddır. Bu olub 24-cü əsr. Yəni Akkad. Yunan-Əhəməni müharibəsinin başa çatması deyək ki, 449 götürürük. Bu eradan əvvəldir hamısı. Romada quldarlıq qurşun böhranı buradan eradan əvvəl yazaq. Burada eradan əvvəl olsun. Quldarlıq qurşunun böhran keçirməsi təxminən 1 və 2-ci əsrlər. Bizim eranın 1 və 2-ci əsrdə. Hindistanda Maurya sülaləsinin hakimiyyətinin başa çatması eradan əvvəl 2-ci əsrdir. 2-ci əsr. Və Çində Xan sülaləsinin hakimiyyətə gəlməsi isə deməli 206-dır. Xan sülaləsinin hakimiyyətə gəlməsi 206. Eradan əvvəl 3-cü əsrdir. Yəni burada eradan əvvəl 206 götürsək, 206. İndi burada hansı uyğun gələcək? Burada məlum məsələdir ki, burada 3 ilə, deməli 3 ilə 5-in yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Burada da A variantında öz əksini tapıb 38-ci sualda. Növbəti 39-cu suala baxaq. 39-da qeyd edilib ki, Azərbaycanda 20-ci əsrin 20-30-cu illərini həyata keçirilən sosialist sənayeləşdirməsi nəticəsində pasport sistemi tətbiq olunsa da kəndlərə pasport verilməmişdir. Burada sənayeləşdirmə söhbətində gedir ki, bununla aidliyi yoxdur.
Düzdür, ikiliyə tətbiq olunmamışdı. Bunun nəticəsi nə oldu? Onu demir. Bu iqtisadiyyatla bağlı olmalı. Neftdən ilk dəfə olaraq sənaye miqyasında istifadə olması hələ 19-cu əsrdə, 19-cu əsrin 60-cı illərində istifadə olunur. Bu da yanlışdır. İlk məişətləşmiş telefon stansiyası 1886 olduğuna görə bu da aid deyil. Bakı Batum neft kəmərinin tikintisinin başlatılması 1930 olduğuna görə doğru cavabımız D variantıdır. 40-cı sualda qeyd edilir ki, Teymurilər və Qızıl Ordu dövləti üçün ortaq cəhət Şirvanşahlar dövlətinin asılı hala salınması. Qızıl Ordu Şirvanşahlar dövlətinin asılı hala salınması Teymurilərin ortaq cəhətdir. Eyni əsrdə meydana gəlməsi. Teymurilər dövləti deyək ki 1370-də yaranıb, Qızıl Ordu isə 1243-də yaranıb. Eyni əsrdə deyil, səhvdir bu. Hökmdar əmir titulu daşıyan da yanlışdır. Cəlairlərlə mübarizə. Qızıl Ordu Cəlairlərlə Teymurilərin ortaq cəhət. Aqoni ilə dövləti ilə müharibənin edilməsi. Teymuri Qızıl Ordu, Aqoni ilə müharibə səhvdir bu. Şirvanşahlar dövlətinin asılı hala salınması. Şirvanşahlar dövlətinin asılı hala salınması. Teymuri Qızıl Ordu dövləti üçün ortaq cəhət müəyyən edin. Cəlairlərlə mübarizə. Cəlairlərlə mübarizə. Qızıl Ordunun 1910-cu ildə Cəlairlər dövləti ilə elə bir əlaqəsi və eyni əsrdə meydana gəlməsi, Cəlairlərlə mübarizə aparması, Şirvanşahlar dövlətinin asılı hala salınması. Qızıl Ordunun Şirvanşahlar dövlətinin asılı Cəlairlərlə mübarizə aparılması. Cəlairlər, Qızıl Ordu. Cəlairlər, yəni bu dövrdə Cəlairlər Azərbaycan tərkibində olmasının ümumi cəhəti ola bilər. Cəlairlərlə mübarizə aparılması D variantı uyğundur. Deməli, Şirvanşahlar dövlətinin asılı hala salınması Teymurilərə aiddir. Qızıl Ordu dövlətinin ortaq cəhəti. Sonra 41-ci sualda xəritədə rəqəmlərlə verilmiş ərazinin 16-cı əsrin ikinci yarısı tarixinə aiddir. Burada xəritədə 2 rəqəmi verilmiş ərazinin 16-cı əsrin ikinci yarısı tarixinə aid olan xüsusiyyətləri müəyyən edin. 16-cı əsrin ikinci yarısı. 2 rəqəmi verilmiş ərazinin deməli 2 rəqəmi ilə verilən Təbrizdir. Təbriz ərazisidir. Dedik ki, bunun 16-cı əsrin ikinci yarısı tarixinə aid olan xüsusiyyətləri müəyyən edin. Səbəbi hökmdarlar tərəfindən bütün vergilərdən azad olmuşdur. Bu yanlışdır. Bütün vergilərdən azad olunması 16-cı əsrin ikinci yarısı. Bu yanlışdır. Şah 1. Abbas tərəfindən işğaldan azad olmuşdur. Bunu 16-cı əsrin ikinci yarısına aid götürmək olmaz. Dövlətin Səfəvi dövlətinin paytaxtı idi. Yəni 16-cı əsrin ikinci yarısı 16-cı əsrin ikinci yarısında 1555-ə qədər paytaxt olub da. Təxminən deyək ki, Səfəvilər dövlətinin paytaxtı idi. 1555-ə qədər paytaxtdırsa, bunu götürə bilərik. Yəni götürə bilərik. Bəylərbəyliyin ilk mərkəzi olmuşdur. Bəylərbəylik mərkəzi olub. Təbriz Bəylərbəyinin mərkəzi olub. Şeyx Cüneyd məqbərəsi burada yerləşmir. Bu deməli Qusarda yerləşir. Deməli səhvdir burada. Bu da 3 ilə 4. Doğru cavabımız C variantı olmalıdır. Məlum məsələdir ki, burada səbəb bütün vergilərdən azad olunması səhvdir. Şah 1. Abbas tərəfindən işğaldan azad olunub. Bu 17-ci əsrin əvvəllərinə aiddir. 15-ci əsrin, 16-cı əsrin ikinci yarısına aiddir. Bəylərbəyliyin mərkəzi olmuşdur. Bəli, Təbrizdə Bəylərbəyi olub. Onun mərkəzi olub. Bunu da götürmək olar. Sonra Şeyx Cüneyd məqbərəsi yerləşirdi. Şeyx Cüneyd məqbərəsi burada yerləşmir. 1 ilə 5-i yanlış götürsək, burada 1 ilə 5-i yanlış götürsək, burada 3. Səfəvilər dövlətinin paytaxtı idi. 3 ilə 4 alınır. Çünki 2 də yanlışdır. Deməli 1, 2, 5 yanlışdırsa, burada 3, 4, yəni C variantı uyğun cavab olar 41-də. Və növbəti 42-ci suala baxsaq, Cənubi Azərbaycanda əncümənlərin hakimiyyət orqanı kimi ilk dəfə mövcud olmuşdur. Bu, məşrutə hərəkatın dövründədir. Ona görə də burada D uyğun cavabıdır. Növbəti sualda səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin.
Jaklar üsyanının baş verməsi, Fransada kral hakimiyyətinin devrilməsi. Doğru bəndi. Bu səhvdir. Bu belə bir hadisə olmayıb. Deməli, kral hakimiyyətinin devrilməsi yanlışdır. Böyük Moğol dövləti meydana gəlməsi, Aqra şəhərinin paytaxtı çevrilməsi. Bu doğrudur. Böyük Moğolluğun paytaxtı Aqra idi. Təbəriyə göl yaxınlığında döyüşün baş verməsi, Latın imperiyasının süquta uğraması. Bu da yanlışdır. Çünki 1261-dir, bu 1187-dir. Maltepe yaxınlığında döyüşün baş verməsi, Bizans qoşunlarının məğlub edilməsi, bəli, 1329-da məğlub olunub. Ona görə də burada doğru cavabımız 2 ilə 4, yəni A variantı olar. Növbəti 45-ci sual Ərəb xilafəti və Axund dövlətin Ərəb dövləti Axund dövlətindən fərqli olaraq Bizansda mübarizə apararaq ərazilərini işğal etmişdir. Bu doğrudur. Bizansda mübarizə ərazilərini işğal etmişdir. Düzdür bu. İnsana yürüş etməmişdir. Amma etmişdi. Bu yanlışdır. Monqollar tərəfindən süquta uğratmışdır. Bu da doğrudur. 1258-də. Xəzər xaqanlığı ilə mübarizə aparmışdır. Bunu da götürmək olar. Çünki Axund dövləti Xəzər xaqanlığı mübarizə aparmayıb. Sasanilər mübarizə aparması isə ortaqdır. Deməli, burada A ilə Y yanlışdırsa, A ilə Y yanlışdırsa, burada BC doğru cavab olardır. Burada bir dəqiqə AC, bir dəqiqə. Xəzər xaqanlığı ilə mübarizə aparmışdır. Xəzər xaqanlığı ilə mübarizə aparmışdır. Monqollar tərəfindən süquta uğratmışdır. AC, D. Bir dəqiqə yenidən baxaq. Deməli, Bizansda Hindistana yürüş etməmişdir. B yanlışdır. B olan variantları çıxsaq, burada A, C və D cavabı uyğun olur. A, C, D. A, C, D deməli Bizansla müharibə apararaq ərazilərini işğal etmişdi. Bəli, bu aid etmək olar. C, Monqollar tərəfindən süquta uğradı 1258-də. Bir də Xəzər xaqanlığı mübarizə aparmışdır. Deməli, A, C, D, B variantı uyğundur. 46-cı sualda Urmiya gölü ətrafında yaşayan tayfalara aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, ilk dövlət qurumlarının çevrilməsinə kömək göstərmişdir. Urmiya gölü ətrafında yaşayan tayfalar ilk dövlət qurumlarına çevrilməsinə kömək göstərmişdir. İbtidai icma quruluşunun dağılması, içərisinə gedən proseslər, 2 var, 2 içərisinə gedən müharibə, xarici düşmənə qarşı mübarizə, 2-3, deməli, Aşur, ikisindən mədəniyyət mərkəzindən əlaqədilər. 2-3-5 uyğun cavab olar. Burada Y variantı cavabdır. Doğru cavabdır. 47-ci sualda Sultan Süleymanın hakimiyyət dövrünə aiddir. Serbiya və Bolqarıstanın Osmanlı dövlətinin birləşməsi 1-ci Muradın dövrünə aiddir. Şərqi Roma imperiyasının süquta uğranması 2-ci Mehmet Fatihə aiddir. Misir Nüşər tərəfindən fəth olunması Sultan Səlimə aiddir. Belqradın fəth olunması 1521-ci ildə D uyğun cavabdır 47-də. Növbəti 48-ci sualda 12-ci əsrdə Vahid Kral Məhkəməsinin yarandığı ölkə isə İngiltərədir. Burada C uyğun cavabdır. C uyğundur və deməli, burada bir sualda da nəzərdən qaçırmışdıq. 42-ci sualda. Burada deyir ki, Reformasiya dövründə Almaniya knyazlardan fərqli olaraq imperator protestantların dini azadlığını tanıdı. Səhvdir. Feodal qayda qanunlarının ləğv olmasını istəyirdi. Bu da yanlışdır. Kilsənin Roma papasına deyil, krala tabi olmasını da istəmirdi. Kilsə torpaqlarına keçilməsi bu knyazlara aiddir. Reformasiyanın yayılmasına qarşı idi. Burada Y uyğun cavab olar. O sualda növbəti suala baxaq. Deməli 48-ci suala bax, 49-cu suala baxsaq. Burada deyir ki, Eyler-Venn diaqramı əsasən, deməli uyğunluq müəyyən edin. 1-ci İbrahim Xəlilullah, Fərux Yasar aid olan xüsusiyyətlər. Ərdəbil şeyxləri ilə mübarizə aparmışdır. Ərdəbil şeyxləri ilə mübarizə aparmışdır. Bu aid olar. 1-ci İbrahim Ərdəbil şeyxləri ilə mübarizə aparmayıb. Ona görə də bu ortaq deyil. Fərux Yasar Xəlilullah Ərdəbil şeyxləri ilə mübarizə aparmışdır. Deməli, hakimiyyəti Şərqi Gürcistana yaymağa müvəffəq olmuşdur. Şərqi Gürcistana yaymağa müvəffəq olmuşdur. Bu 1-ci İbrahimə aiddir. B 1-ə gedəcək. Mənsub olduğu sülalə 13-cü əsrin 80-ci illərində hakimiyyətə gəlmişdir. 1382-ci ildə BC 1-ə gedir. BC o 1-ə gedirsə, deməli doğru cavabımız A variantında göstərilib.
Deməli BC 1-dədir. Bir variant verilib. Sonra 2-də D variantı. Qaraqoyunlu hökmdarı Cahanşahla Ərdəbil hakimlərine qarşı ittifaq qurmuşdur. Qaraqoyunlu hökmdarı Cahanşahla Ərdəbil hakimlərine qarşı düzdür bu. Xəlilullaha aiddir. 3-də Y. Fərrux Yasar Sultan Yaqubla Ərdəbil hakimliyinə qarşı vuruşmuşdur. Burada Y uyğundur. Və 4-də də A. Ərdəbil şeyxləri ilə mübarizə. Bu, təbii ki, 1-ci İbrahimə də aiddir. Yəqin burada Ərdəbil şeyxləri ilə mübarizə A ilə birlikdə mübarizə aparılması A uyğundur. Elə burada A variantı doğru cavab olur. 50-ci sualda Azərbaycan SSR-nin formal müstəqilliyin ləğvinə aiddir. Müvəqqəti İnqilab Komitəsinin ləğv olunması bu 1921-ci ilə aiddir. Bu sizə yanlışdır. Naxçıvan MSSR-nin DQB-nin yaradılması 1923-24-dür. Bu da yanlışdır. SSR-nin təşkil olunması da aid ola bilməz. Müvəqqəti İnqilab Komitəsinin yaradılması 1920-ci ilə başlayır. Bu səhvdir. Yalnız 5 qalır. Burada doğru cavabımız Y variantında göstərilib. 51-ci sualda qeyd edilir ki, Delhi Sultanlığının idarə edilməsinə aid olan sülalələrə aid olan Elevren diaqramı əsasən tamamlayın. Məmlüklər, xələclər dövləti gücləndirmək üçün tədbirlər görmüşdülər. Bir isə tədbirlər görülmüşdü. Məmlüklər bu ortaq cəhətdir. Panipat döyüşündə məğlub olmuşdur. Panipat döyüşü nə xələclərə aiddir, nə də məmlüklərə. Çünki məmlüklər 1206-1290-cı il, xələclər 1290-1320-ci illərdə olub. Monqol hücumlarına qarşı mübarizə aparmışdır. C ortaqdır. 13-cü əsrin sonlarında hakimiyyətə gəlmişdir. Bu xələclər sülaləsinə aiddir. D2-yə gedəcək. Abbasi xəlifələri ilə dostluq əlaqələri yaratmışdır. Abbasi xəlifələri ilə bu məmlüklər dövrünə aiddir. Y bəndi 1-ə gedəcək. Y 1-dir. 13-cü əsrin sonlarında dövləti gücləndirmək üçün bizə tədbirlər keçirib. Hər ikisi tədbirlər keçirəcək. Yəqin ki, AC. AC ortaq olacaq. AC ortaq. 1-ə Y olmalıdır. 2-də D olmalıdır. 1-ə Y. 2-də D. 3-də də AC. Doğru cavabımız Y variantında öz əksini tapıb. 52-ci sualda Bağdadda Nizamiye mədrəsəsinin hansı hökmdarın göstəricisindən inşa olunub? 1066-da Alparslan dövründə A variantı uyğundur. Və 53-cü suala baxsaq, 53-cü sualda qeyd edilir ki, Ağqoyunlu dövlətinin Şirvanşahlar dövlətinə aid olan oxşarlığı müəyyən edin. Qaraqoyunlu dövləti ilə mübarizə aparmışdır. Xeyr, Qaraqoyunlu dövləti Ağqoyunlu dövlətinin dövründə mövcud olmayıb. Həm Ərdəbil hakimliyi, həm də Səfəvilər dövlətinə qarşı müharibə aparmışdır. Həm Ərdəbil hakimliyi, həm də Səfəvilərə qarşı müharibə aparmışdır. Ərdəbil hakimliyinə qarşı mübarizə var, Səfəvilərə qarşı da. Səfəvilər dövlətinə qarşı mübarizə 2 doğrudur. Oxşarlıq. Teymurlər dövlətinə qarşı mübarizə aparıb onları məğlub etmişdir. Bəli, düzdür, oxşar cəhətdir. Bu da 3-də var. Deməli, Şərqi Gürcistanı özünə tabi etmişdir. Bu da Şirvanşahlar dövlətinə aid 4-də var. Xorasan uğrunda mübarizə aparmışdır. Yanlışdır. Bu da deməli 2, 3, 4 doğru cavab olur. Deməli, Ərdəbil hakimliyi ilə mübarizə aparıblar. Məsələn, Ağqoyunlu dövlətinin Ərdəbil hakimliyi Fərrux Yasarla, deməli, belə deyək ki, bu baş verib, deyək ki, Şeyx Heydərin dövründə Ağqoyunlu dövləti ilə müharibə aparıb. Şirvanşahlar dövləti də Ərdəbil hakimliyə mübarizə aparıb. Məsələn, Samur çayı sahilində olan döyüş götürmək olar və Şahdağ döyüşünü də götürmək olar. Dövlət aparıb, yəni Səfəvilər dövləti ilə müharibə aparıblar. 54-cü sual Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid olan xronoloji ardıcılığı müəyyən edin. Neft sənayesində xüsusi mülkiyyət prinsipinin tətbiq olunması 1918 deməli oktyabr. Paris Sülh Konferansına gedəcək nümayəndə heyətinin tərkibinin təsis edilməsi 1918 28 dekabr yazaq. Hərbi dəniz qüvvələrinin təşkil olunması 1919 yay aylarıdır. Yay, deməli, iyun ayı. Nazirlər şagirdlərin ana dilində təhsil alması, məktəblərin birləşdirilməsi 1918-ci ilin avqust ayında olsa, deməli, burada ardıcıllıq bu cür olur ki,
Əvvəlcə deməli 4 olur. 4, 1, 2, 3. 4, 1, 2, 3. 4, 1, 2, 3 doğru ardıcıllıq olunlar 54-cü sualda. Və növbəti 55-ci suala baxaq. Səbəb nəticə əlaqələrinin düzgün olduğunu variantı müəyyən edin. 4-cü sərhəd yürüşün baş verməsi, Aralıq dənizinin qərb sahilinə yeni dövlətin meydana gəlməsi. Sərhəd yürüşün baş verməsi, Aralıq dənizinin qərb sahilinədir, şərq sahilinədir. Səhvdir bu. Vestfaliya sülhünün imzalanması kilsənin gücünü məhdudlaşdırması doğrudur. Bu olmuşdu. Yəni kilsənin gücü məhdudlaşır. Kral 4-cü Filipin papaya qalib gəlməsi, papaların Avropada siyasi və dövlətlər arası rəsmi nüfuzun sarsılması doğrudur. 1302-ci ildə baş ştatların köməyi ilə qələbə qazanmışdı. Xaç yürüşlərinin baş verməsi kilsənin dövlət işlərinə təsirinin azalması bəli düzdür. Papanın nüfuzu aşağı düşür, dövlətdə təsiri azalmağa başlayır. Xaç yürüşləri reformasiya başlayır. Avropada Roma papasının nüfuzunun artması, sarsılmasıdır. Burada da 2, 3, 4 uyğun cavabdır. Növbəti sualda 1-2 Əmir Ümera, Sədr Əzəm və Baş Vazirə aid olan xüsusiyyətlər soruşulur. Burada 15-ci əsrin birinci yarısında dövlətin maliyyə işlərinə baxırdı, hökmdarın mühürdarı sayılırdı. Bu baş vəzirdir. A3-ə gedəcək. Sülalə üzrə yarımköçərlik türk əyinləri təyin olunurdu. Hökm əmrlər məmurlar üçün qanuni idi. Bu da Əmir Ümeradır. B1-ədir. 16-cı əsrin 20-ci illərində hökmdardan sonra ikinci şəxs idi. 16-cı əsrin 20-ci illərində bu Səfəvilər dövlətinə aiddir. Hökmdardan sonra ikinci şəxs Səfəvilərdə deməli ikinci şəxs bunlardan heç biri olmayıb. Yəni ikinci şəxs vəkil olub əslində. Bunu götürmürük. 15-ci əsrin ikinci yarısında Bəylərbəyin rəhbərliyi altında fəaliyyət göstərsə də yalnız mərkəzi divana hesabat verirdi. 15-ci əsrin ikinci yarısında Bəylərbəyinin rəhbərliyi altında fəaliyyət göstərsə də yalnız mərkəzi divana həvalə edilirdi. 15-ci əsrin Bəylərbəyilər Səfəvilər dövründə olub. Ona görə də 15-ci əsrin ikinci yarısında Bəylərbəyinin fəaliyyətini götürmürük. 15-ci əsrin ruhanilərin başçısı idi Sədr Əzəm. Deməli, Y bəndi də 2-yə gedəcək. Deməli, burada B, Y və A uyğun cavab olacaq. Növbəti sualda qeyd edirik ki, qalibiyyətli müharibə nəticəsində dövlətin yaranması ilə Oğuzlar ərazisinin qonşular ərazilərə siyasi hakimiyyəti yenidən bərqərar oldu. Azərbaycan torpaqlarını vahid dövlət halına birləşdirməyə çalışan dövlət Kür sahilində döyüşdə müttəfiqlər üzərinə parlaq qələbə qazandı. Mövcuda oyunu Osmanlı İmperiyası ilə dostluq əlaqələr saxladı. Təbii ki, Kür sahili Qaraqoyunlu dövlətinə aiddir. Dövlətin Şirvanşahlar dövləti eyni əsrdə mübarizə apardığı dövləti müəyyən edin. Eyni əsrdə Şirvanşahlar dövləti ilə eyni əsrdə mübarizə apardığı dövlətlər. Məsələn, Şirvanşahlar dövləti 1412-ci ildə mübarizə aparırsa, bu Cəlairi dövləti ola bilər. Cəlairi yaza bilərik. Mənbədə bəhs olunan dövlətçilik əvvəlki mənbədə göstərilmiş müttəfiqi müəyyən edin. Mənbədə bəhs olunan dövləti yaradan qüvvələrin dövlətçilik tarixindən əvvəlki mənbədə göstərilmiş müttəfiqləri müəyyən edin. Əvvəlcə deyək ki, dövlətin yaranması Qaraqoyunlu dövlətinin isə deməli əvvəl müttəfiqini müəyyən edin. Osmanlı ola bilər, məsələn Cəlairi dövləti ola bilər. Mətndə biliklərinə əsasən 14-cü əsrin sonları və 15-ci əsrin əvvəlləri Azərbaycan möhkəmlənmə uğruna mübarizə aparmış dövlətləri müəyyən edin. 14-cü əsrin sonları və 15-ci əsrin əvvəllərində mübarizə aparmış qüvvələri müəyyən edin. Burada Cəlairilər və Şirvanşahlar ola bilər. Deməli, 15-ci Azərbaycanda möhkəmlənmə uğrunda. 14-cü əsrin sonları burada ola bilər məsələn Cəlairilər, Şirvanşahlar və Teymurilər ola bilər. Diqqətiniz üçün təşəkkür.